Charles Henri Joseph Marie de Gaulle 1890-cı ildə Fransanın Lille şəhərində anadan olmuşdu. Ailədə olan 5 uşaqdan üçüncüsü idi. Atası ədəbiyyat üzrə professor Henri de Gaulle, anası Janna zəngin mülkədar qızı idi. Ailənin vəziyyəti gözəl olduğu üçün övladlar əla təhsil almışdılar. 1901-1906-cı illər Charles Parisdə kollecdə oxudu. 1909-cu ildə Versal yaxınlığında olan ümumi hərbi uçilişə daxil oldu. 1912-ci ildə kiçik leytenant rütbəsi ilə oranı bitirib 33-cü piyada alayında xidmətə başladı. De Gaulle 1-ci Dünya müharibəsində iştirak etdi. 3 dəfə yaralandı, əsir düşdü. Əsirlikdən 5 dəfə qaçmağa cəhd göstərdi. Müharibə bitdikdən sonra Charles 1918-ci ildə əsirlikdən vətənə döndü və hərbi karyerasını davam etdirdi. 1939-cu ildə 2-ci Dünya müharibəsi başlayan zaman Charles de Gaulle 5-ci tank alayına rəhbərlik edirdi. 1940-cı ildə 2-ci tank diviziyası ilə Charles de Gaulle qısa müddət olsa belə Almanların hücumunun qarşısını ala bilmişdi. Sonra Marshal Pétain Fransanın kapitulyasiyasını imzaladı. De Gaulle bununla razılaşmadı və İngiltərəyə yollandı. Orada 1940-cı ildə BBC radio stansiyasında fransuzlara öz tarixi müraciətini etdi. Churchill bu işlərdə onu dəstəkləyir, lazımı yardım edirdi. O həmvətənlərini faşistlərə qarşı mübarizəyə səslədi. İngiltərə, sonra SSR və Amerika Birləşmiş Ştatları ilə Fransa ordusuna rəhbərlik edən De Gaulle faşistlərə qarşı müttəfiqlərlə birlikdə döyüşdü. Fransa Milli Təşkilatını təsdiq etdi. 1944-cü ildə De Gaulle Yelisey çöllərindən keçərək Fransanın faşistlərdən azad olunmasını qeyd etdi. Bu, boyu 2 metrdən hündür olan adamı yüzdən heç kim tanımasa da, səsini yüz minlərlə fransuz duymuşdu. General Charles de Gaulle 1921-ci ildə Ivanna adlı bir xanımla evləndi. Onların 3 övladı dünyaya gəldi. Anna adlı qızlarında Down sindromu vardı. Bu qızı valideynləri həmişə gizlətməyə çalışırdı. Fransuzlar De Gaulle'un xanımına Ivanna bibi deyirdilər. Çox ciddi, sərt görünüşü olan General De Gaulle mülayim və sevən bir ata idi. Xanımı ilə ölənə qədər birlikdə yaşadı. De Gaulle 2-ci Dünya müharibəsi zamanı Fransız müqavimət hərəkatının rəhbəri oldu. 1958-1959-cu illərdə baş nazir, müdafiə naziri olmuşdu. 1959-1969-cu ildə 5-ci Respublikanın ilk prezidenti seçilmişdi. De Gaulle 1966-cı ildə SSR-yə səfər etdi. Bir neçə gün SSR-də qaldı. Mamay kurqanı ziyarət etdi. Baykonur kosmodromuna getdi. Naməlum əskər heykəlinin önünə çiçək qoydu. 30 dəfə kütlə qarşısında çıxış etdi. Həmçinin De Gaulle Moskvada olarkən öz dostu Azərbaycanlı Əhmədiyar Cəbrayılovla görüşmək istədiyini söyləmişdi. Əhmədiyar Cəbrayılov Fransa müqavimət hərəkatının qəhrəmanı idi. De Gaulle ona orden və medallar vermişdi. Charles de Gaulle 79 yaşında 1970-ci ildə vəfat etdi. Charles de Gaulle vətənini faşistlərdən azad etməsi üçün müqavimət hərəkatına təkan verən bir şəxsiyyətdir. O Fransanın Almanlara
boyun əyməsinə razı ola bilməzdi. Çünki Fransanı canından çox sevirdi.